Reşid dəvət olunur. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Aşıqlar Birliyinin üzvü. 6 kitabın müəllifidir. Hal-hazırda ictimai tədbirlərdə və şəhid ailələri ilə görüşlərdə fəal iştirak edir. Ədəbiyyata son 6 ildə qardaşı Reşidin ruhunu ilham ilə gəlir. Xoş gəlmişsiniz. Və mənim aldığım məlumata əsasən tələsmiri xahiş edirəm. Siz bizə qəşəng bir şeir deyəcəksiniz. Bu arada qiraəti çox sevirəm. Özüm Əhməd Cavadın kötücəsiyəm. Yəqin ki, irsimizdən irəli gəlir bu və sizin dilinizdən şeir dinləmək mənim üçün çox xoşdur. Buyurun. Əvvəla təşəkkür edirəm gözəl təqdimatınız üçün. Dəyərli dostlar, əziz qonaqlar, hər birinizi xoş gördük bu gözəl gündə, bu gözəl məkanda. Mən öncəliklə başda ruh dünyası, ruh aləmi olmaqla hər birinizi ürəkdən salamlayıram. Və bugün sizlərlə, sizin kimi dəyərli insanlarla bir arada olmaqdan həqiqətən qürur duyuram. Bəli, köhnə ildən yeni ilə qədəm qoyuruq. Böyük sevinç, fəxarət hissi ilə mən Bakımızı gördüm səhər-səhər gələndə. Sanki möhtəşəm bir çırçıraqla bəzənibdi və düşünürəm ki, Bakının bu işıqları tək özünü ifadə etmir bu təmtəraqla, həm də Azərbaycanımızın bütün bölgəsini əhatə edir. Mən verilən fürsətdən istifadə edib Dünya Azərbaycanlıların Həmrəylik günü münasibəti ilə hər birinizi ürəkdən təbrik edirəm. Hər birinizə uğurlu gün, xoşbəxt gələcək, işıqlı günlər diləyirəm və diləyirəm ki, dünyamızda müharibə olmasın. Diləyirəm ki, analarımız heç vaxt gözü yaşlı qalmasın. Arzu edirəm ki, analar övladlarının xəyalına deyil, özlərinə, nəfəslərinə, varlıqlarına qucaq aça bilsinlər. Və nəinki Azərbaycanımızda, diləyirəm ki, bütün dünyamızda sülh və əmin-amanlıq bərqərar olsun. Yaşasın gözəl Azərbaycanımız. Bir daha hər birinizi təbrik edirəm və bir belə haşiyə çıxmaq istəyirəm. Diləyirəm ki, hər birimiz, sevdikləriniz, başınıza tac etdikləriniz, özünüzdən bir addım önə yol verdikləriniz insanlar, ruhuna sığındıqlarınız insanlar arzularınızdan kənarda qalmasın. Hər zaman sizin arzularla bərabər boyatıb böyüsünlər və icazənizlə elə belə bir şeir sizin üçün səsləndirərdim. Bugün səni çox aradım, təlaş ilə tapmadım. Səninlə idim sənsiz yolda, kölgəmə də çatmadım. Tənhalaşdım ruhun ilə, bir şübhə də qatmadım. Arzularım gül açırdı, sən yox idin içində. İçimdəki fəryada bax, qulağımı batırdı. Yuxu payım ərşə qalxıb, gecələri yatırdı. Cismim yerdə səcdə etdi, ruhum dua çatırdı. Arzularım gül açırdı, sən yox idin içində. Xəyalımın qanadı var, xəyalımın qanadı var, məramım da xoş imiş. Məyər bəxtim açıq imiş, önümdəki daş imiş. Bünövrədən xəbərsizdim, sütunları boş imiş. Arzularım gül açırdı, sən yox idin içində. Aparırdı sellər məni, çiynimdəki köçümlə. Buzla odum bərabərdi, yarışırlar içində. Barışıram, barışıram dünyamdakı xəzan olan heçimlə. Arzularım gül açırdı, sən yox idin içində. Lətifəyəm, bax bu mənəm, bəxtəvərdi deyirlər. Kimliyimi bəlli edir, söylədiyim şeirlər. Nə mələyəm, nə də hürü, gəl ki məni sevirlər. Arzularım gül açırdı, sən yox idin içində. Arzularım gül açırdı, sən yox idin içində. Diləyirəm ki, hər zaman bir-birimizin arzularında yaşayalım. Təşəkkür ederim, uğurlarınız bol olsun və ilin uğuru mükafatı sizə təqdim olunur.